Obalarına qaydırlar. Mən əminəm ki, gələcəkdə də dərələ torpaqlara azad olmazlar və doğma yurdumuzdan qayıdış yüksəşənəcəkdir. Qəzetin nəşr zamanı qarşıya çıxan maddi və mənəvi çətinliklərə baxmayaraq, Dərəl Əzgəridə bu 15 il ərzində fəaliyyətini dayandırmamış, öz missiyasına sadiq qalmışdır. İnanırıq ki, Dərəl Əzgəridə bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, Dərəl Əzmağının tarixi, mədəniyyəti və milli mənəvi dəyərlərinin təbliğində mühüm rol oynayacaqdır. Qəzetin gələcək fəaliyyətində daha böyük uğurlar imza atacağına və oğuzların rəğbətini daim qoyacağına əminəm. Dərəl Əzgər görüşmək ümidi var. Çox sağ olun, diqqətinizə görə. Hörmətli yoldaşlar, məclisində aparmaq üçün Dərəl Əzgərin başında yorumlarını bilirəm ki, burada da hamı... Əziz Dərəl Əzgərlər, əziz ellilər, hamınızı xoş gördük və hər birinizi şəxsən öz adımdan və Qərb Azərbaycan İcmasının rəhbərliyi adından ürəkdən salamlayıram. Tədbirə gəlməmişdən qabaq, hörmətli bizim Ədalət müəllimlə söhbətimiz oldu. Ədalət müəllim də xahiş elədi ki, söhbət Profesör Ədalət Vəliyevdən gedir. Onun salamını sizin hər birinizə çatdırın. Əziz tədbir iştirakçıları, bilirsiniz ki, sizli bizli artıq neçə ildir ki, müqəddəs bir yola çıxmışıq. Elə bir yola ki, onun təməli hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Cənab Prezident tərəfindən çox böyük uğurla həyata keçirilməkdədir. Bu, bizim hamımızı tarixi torpaqlarımıza aparacaq yoldur və sizli bizli hamımız bu yolun yolçularıyıq. Bu yolda birliği olan birliğini, başı olan başını, vaxtı olan vaxtını qoymalıdır, qoyacaqdır. Çünkü bizim tarixi torpaqlarımıza qayıtmaqdan başqa yolumuz yoxdur. Bu bir tarixi fürsətdir ki, Cənab Prezident bizim üçün yaradıb və 2022-ci il dekabrın 24-də öz ad günündə Qərb Azərbaycan icmasına gələrək bizim tarixi torpaqlarımıza qayıdışımızın anonsunu verdi, startını verdi və bu gün də biz sizlə bu yolu gedirik. O ki qaldı bugünkü tədbirimizin səbəbi, təbii ki, bugün bura toplaşmağımız da məhz həmin uğurlu yolun daha bir mərhələsidir və mən özüm də 8 il mətbuatda çalışmışam, fasiləsiz. Demək olar ki, ədəbi işçilikdən, muxbirlikdən, baş redaktorluğa qədər bütün mərhələləri keçmişəm. Hətta 91-ci ildə biz qurğuşunla yığırdıq o qəzetin səhifələrini. Sonradan kompüter çıxdı. Onu demək istəyirəm ki, jurnalistlik çox çətin və şərəfli bir peşədir. Çətindir ki, ona görə ki,
bu peşənin nə gecəsi var, nə gündüzü var. Şərəfli də ona görə ki, jurnalistlərimiz yaşadığı dövrün tarixi salnaməsini yaradıblar. Amma Dərələyəz kimi qəzetlər isə həm yaşadığı dövrün tarixi salnaməsini yaradır, həm də bizim tarixi yaddaşımızın salnaməsini yaradır. Və bu 15 il ərzində siz özünüz də şahidsiniz ki, Dərələyəz qəzetində bizim tarixi torpaqlarımızla, tək Dərələyəz mahalına yox, həm də digər torpaqlarımızla bağlı sayısız, hesabsız dərəcədə materiallar dərc olunubdur. Bu materiallar tək bugün üçün yox, sabah üçün, 50 ildən sonra üçün, 100 ildən sonra üçün bizim tədqiqatçılarımız üçün nadir mənbələr olacaq. Necə ki, 19-cu əsr artıq əlimizə bir mənbə keçəndə ki, burada tarixi torpaqlarımız haqqında nəsə yazılıb, onu əl-əl axtarırıq, tapırıq, tədqiqata cəlb edirik. Mən qəzetin rəhbərliyinə, hörmətli Rağub müəllim başda olmaqla bütün üzvlərinə, hər birimizin və icmamızın bu işə görə, bu xidmətlərinə görə təşəkkürünü çatdırıram və onlara uğurlar arzulayıram. Burada bir xahişim də var hörmətli Rağub müəllimdən. Qərbi Azərbaycan icması bilirsiniz, addım-addım hədəflərə doğru gedir. Bu yaxınlarda biz özümüzün mükəmməl bir kitabxanamızı formalaşdırmışıq. Artıq ora Qərbi Azərbaycanla bağlı dərc olunmuş qəzetlərin belə deyək, dəstini, patişivka deyirik ona, hazırlamışıq, Vətən səsini tərtib edib qoymuşuq, Ağrıdağ qəzetini tərtib edib qoymuşuq, Zəngəzur qəzeti ilə bağlı təklifimizi vermişik. Mən Rağub müəllimdən xahiş edirəm ki, Dərələyəz qəzetinin bu 15 illik imkan daxilində hərəsində hər nüsxədən bir ədəd qəzetin patişivkasını bizim kitabxanamıza, rəsmi kitabxana da artıq o rəsmi kitabxana kimi açılmış olacaqdır, təqdim eləsin və biraz uzun getdi deyəsəm, Qərbi Azərbaycan icması olaraq 15 illik yubileyi münasibətindən Dərələyəz qəzetini təltif eləmişik. Sizin icazənizlə o təltifi də Rağub müəllimə təqdim edirik. Sağ olun, var olun. Çok sağ olun, teşekkür ederim. Mən çox sağ olun, təşəkkür edirəm söz verdiyiniz üçün. Hörmətli tədbir iştirakçıları, hörmətli əziz müəllim, hörmətli xanımlar və cənablar, bugün biz təkcə Dərələyəz qəzetinin 15 illik yubileyinə yığışmamışıq. Bugün burada Qərbi Azərbaycan işığında toplaşmışıq. Bugün bu məkan bizim üçün Qərbi Azərbaycanın bütün mahallarını birləşdirir və bugün biz burada bizim üçün doğma olan, əziz olan və heç vaxt yaddaşlarımızdan silinməyən Qərbi Azərbaycanın bütün mahallarını, bütün kəndlərini, bütün toponimlərini, keçmişini, gələcəyini, bugününü bu məkana toplamışıq. Rağub müəllim, Dərələyəz qəzeti yarandığı gündən bu günə qədər ağrılı, acılı, sevincli, kədərli günlərin şahidi olubdur. Səhifələrində mən bilirəm ki, Qarabağla bağlı, bizim işğal altında olan, 2020-ci ilə qədər olan, işğal altında olan Qarabağla bağlı məcburan yazılar dərc olunubdur, yazılar gedibdir. O hansı ki, bizim itirilmiş torpaqlarımızla bağlı olan faciələrin yazısıydı. Dərələyəz qəzeti ağlaya-ağlaya, sızlaya-sızlaya öz səhifələrində onu qeyd edirdi. Ancaq bugün çox şükürlər olsun ki, Dərələyəz qəzeti artıq işğaldan azad olunmuş, bizim üçün doğma, əziz olan Qarabağımızla bağlı, Qərbi Azərbaycanımız haqqında, eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasi, iqtisadi, bugünümüz, dünərimizlə bağlı olan uğurlu nəticələri öz səhifələrində dərc elətdirir. Mən buradan düşünürəm ki, bugün Həsən Mirzənin, Həsən Mirzəyevin, bizim Dərələyəzimizin, Qərbi Azərbaycanımızın ağsaqqalı olan Həsən müəllimin ruhu şaddır. Bugün Novruz müəllimin ruhu şaddır. Bugün Qərbi Azərbaycanla, Dərələyəzlə
adı səhifələrdə yazılan, çəkilən bizim ziyalılarımızın hər birinin ruhu şaddır. Çünki biz bugün Qafqazın Şveçariyası adlandırılan və onun adı olan Dərəl Ərzin adını daşıyan qəzetin 15 illiyində. Mən bəlkə də burada çox danışmaq olar, ancaq vaxt zaman baxımından bizim hörmətli şairlərimizdən biri yazmışdı ki, əsli yavaş-yavaş Dərəl Əzmehi, əsli yavaş-yavaş Dərəl Əzmehi, titrəşli göyotlar töküldü şehi, Şamil Teymuroğlu göylər göksü güzeli belindən asması yadıma düşdü. Novruz günü çıxdı altından qarın, qaranquş müjdəsi verdi baharın, dağların başında ağ buludların Kəlalay çeşməsi yadıma düşdü. Önündə dayandım yaşıl meşənin, hüsnündən zövq aldım hər bir düşənin, Alo dərəsində tər bənövşənin xoş ətir saçması yadıma düşdü. Bugün bütün Qərb Azərbaycan yadımıza düşdü. Bugün bizim üçün Təbrizimiz yadımıza düşdü. Bugün 60 milyondan çox olan Azərbaycan xalqı yadımıza düşdü. Yaşasın Azərbaycan dövləti, yaşasın Cənab Prezidentimiz, yaşasın bütövlük uğrunda mübarizə aparan Azərbaycan xalqı. Sağ olun, təşəkkür ederim. Dərəl Əzməhalının zəngin folklorunu, adət-ənənələrini gənc nəslə çatdırmış, ziyalılarımızın, şair və yaradıcılarımızın fikir ortağına çevrilmişdir. Dəyərli dostlar, mətbuat fədakarlıq tələb edən bir sahədir. Qəzetin işıq üzü görməsində əməyi olan hər kəs, redaktorundan müxbirinə, texniki heyətdən oxucusuna qədər hər biriniz bu uğurun parçasısınız. 15 il əvvəl əkilən bu fidan bugün artıq bar verən bir çinara çevrilməkdədir. İnanıram ki, Dərəl Əz qəzeti bundan sonra da öz obyektivliyi, kəsərli sözü və milli ruhu ilə oxucularının qəlbində taq qurmağa davam edəcəkdir. Bizim misyamız bitməyib. Yazılacaq hələ çox dastanlarımız, işıqlandırılacaq çox uğurlarımız var. Sonunda qəzetin kollektivini və bütün sadiq oxucularımızı bu əlamətlər gün münasibəti ilə ürəkdən təbrik edirəm. Qələminiz iti, yolunuz hər zaman açıq olsun, yubileyimiz mübarək olsun. Vaxt itirmədən sözü Qərbi Azərbaycan
zamanında Daralıyaz gazetini 15 yıllık bir masada tanışıyorum. Hem o zamanlarda da yardımcı bir insanlar. Gün olsun oğul toyu görək Daralıyazda. Her vaxtımız xeyir olsun. Bura yığışan Qərbi Azərbaycan ziyanları hamısına xoş gəlin deyirəm. Vallahi sizi görəndə, bu birliği görəndə ürəyim dağa dönür. Allah sizi var eləsin. Doğrudan da o vaxtı Daralıyaz gazetinin 1-ci nömrəsi çıxanda rəhmətli Həsən müəllim mənə dəvət elədi ki, şair, get Raqub müəllimdən əl-ələ ver, qəzeti çıxar. Biz başladıq Daralıyaz qəzetini çıxartmağa və bu qəzetin üstünlüyü onda idi ki, bu qəzetdə bayağı şeylərə yol verilmirdi. Yalnız sırf yurt yerlərimiz haqqında idi, Daralıyaz və Göyçəmiz, Ağbabamız, Zəngəzurumuz haqqında yazılar gedirdi. Biz həmişə Daralıyaz qəzetinin həmişə nüfuzu olmasını Raqub müəllimlə qoruduq. Doğrudan da zəhmətlərimiz də çox oldu, əziyyətlərimiz də çox oldu. Çünki bilirsiniz, qəzet ağır işdir. Qəzet yükünü çiyninə götürmək hər oğlun işidir. Mən ona görə də Raqub müəllimi də gözüm aydın deyirəm, təbrik edirəm ki, biz çiyin-çiyinə verib bir neçə illər bu qəzeti çıxartdıq, davam elədik və bu yılda həmin qəzet yaşayır. Əziz müəllim dedi ki, şair, sən söz verirəm, bu yaxınlarda səni Zəngəzura aparacam. Allah qoysa, əziz müəllim, mən inanıram ki, sizin dediyiniz yuxumuz çin olacaq, əziz müəllim, əzizim. Mən arz edirəm ki, Raqub müəllim yaxındır. Mən arz edirəm ki, ay Raqub müəllim, gün olsun ki, bu qəzet Daralıyaz mahalında, Qərbi Azərbaycanda işığı görsün, o günü görək. Yuvam Daralıyazda, obam Daralıyazda, mən keçdim daşa döndü babam Daralıyazda. Gözümdə yaşım ağlar, qohum qardaşım ağlar, yüreğime qalıb yurdum, torpağım daşım ağlar. Bülbüllər bağla qalıb, şamar atağda qalıb, digər gün uşaq ölüb, cəsədi dağda qalıb. Gör qonşum aram oldu, canımda yarım oldu, murdarəli deyəndən çörəyim haram oldu. Daralıyaz, qalam oy, sən gəlm oy, qalam oy, qoymur düşmən can verəm, yurt yerimdə qalam oy.
günlere, bağlar gider günlere, kimse hesap verecek, ağlar gider günlere. Varım Darılayaz'da, yarım Darılayaz'da, gün olsun, gün olsun, gün olsun oğul toyu, görüm Darılayaz'da, görüm Darılayaz'da. Var olun Allah'ımıza, Allah'tan olun hamıza can sağlığı arz edirəm. Doğma yurdumuza qayıtma o gün bizə nasip olsun. Amin, var olun, sağ olun. Məclisimizə Gəncədən dostlarımız gəlir, başda Azad müəllim olmaqla. Gəncə Aqrar Universitetinin prorektoru və digər dostlar da bir yerdə gəlibdir. Sözü veririk Azad İbrahimova. Azad müəllim, zəhmət olunca buyurun. Aziz dostlar, aziz büyüklərimiz, əziz Azərbaycan cəmiyyətinin üzvləri. Bugün tükədənlər əziz müəllim burada olmalı qeyd etdilər. Əziz müəllim buradadırlar, deməli bütün Qərbi Azərbaycanlar cəmiyyəti buradadır. Biz Qərbi Azərbaycanlar cəmiyyətinin cənub-şərq tərəfindən adi edən və onun fəaliyyətini dəstəkləyən Dərələzlərik. Mən Dərəz qəzetinə artıq 10 ilə yaxındır. Dərəz qəzetinin demək olar ki, özümü onun tam hüquqlu, belə rəsmi olmasa da bir əməkdaş kimi hesab edirəm. Və Raqib müəllimlə biz mütəmadi olaraq qəzetin çağırışlarına, qəzetin irəli sürdüyü müəyyən fikirlərə həmrəy oluruq. Və bugün Raqib müəllimlərimlə tədbirə dəvət etdiyi üçün çoxlu minnətdarlıq bildirirəm. Və mən hər birimiz inanır ki, Cənab Prezidentin şərəfnamı ilə Qərbi Azərbaycan cəmiyyətinə sədr olan, səmir dəyərli olan Əziz müəllimin fəaliyyəti nəticəsində və biz həmrəy olaraq və biz bir olaraq öz torpaqlarımıza qayıdacağıq. Və bu, yəqin ki, çox uzaqda deyil. Sağ olun. Sağ olun. Ümidvaram ki, gün qərəsidir. Allah qoca biz Dərələzin özündə, Dərələzin qəzetimizin xüsusiyyətlərini qeyd edəsinik və buna əminəm inşallah. Deyilən təbriklər çoxdur, hər birinə qoşuluram, bir daha təbrik edirəm. Çox sağ olun. Biz şeydəyik, inşallah sağ olun. Sağ olun, söz minnətdarımızı bildiririk, əziz səbəbkarlısınız. Yəni, hamımızın borcudur. Hər bir Dərələzin borcudur bizdə burada iştirak eləmək. Şahib müəllim, hər şey bir Gəncədən gəlirəm, onun atar da Gəncədən buna halını çəkir. Bir dəqiqə şey video çəkir. Şahib müəllimə tanışsın da. Mədinəm desən, bir qaşıq qəseylər, min heyrət üçün, bir qarış torpağın yetər ey vətən, yüzlərlə zəvqara, ziyarət üçün. Hissimsən, duyğumsan, şirin canımsan, müqəddəs sevgimdən yaranmışam mən. Sən mənim ən ali komandanımsan, Farağat əmrində dayanmışam mən. Farağat əmrində dayanmışam mən. Sağ olun. Çox sağ olun əziz qonaqlar. Mən qonaq kimi hər kəs övgü edirəm. Sankt-Peterburqdan bu məclisə. Peterburq siz bilirsiniz ki, dünyanın, Avropanın ən mədəni şəhərlərindən biridir. Bizim orada dünya Azərbaycanlılarının ən çox toplumu yaşayan, diaspora yaşayan Sankt-Peterburqda diasporamızın 350-380 bin əhalisi var. Biz 35 ildir vətənlə ürəyimiz döyülür. Həmişə biz bütün tədbirlərdə birik. Ona görə bugünkü gün mən sizin hamınızı əgər yolunuz Peterburqa düşsə, o gəzməli, o görməli, o mədəni şəhərimizi dəvət edirəm. Orada bilin ki, sizin orada bir eviniz var. Mən bugünkü gün Dərələz qəzetimə Peterburqun o incilərindən birini kiçik Ragib müəllimə Peterburqun o gözəlliklərini bir hədiyyə formasında Dərələz qəzetimizə muzeyinə vermək istəyirəm. Sağ olun.
Çok sağ olun. Sizin yapağınızı bildirdiniz. Bizim təşrifimizi kabul edip oradan uzak yolu geldim buraya. Çok sağ olun. Biraz sonra. Ben üzr istəyirəm hər kəsdən. Vaqif müəllim buradadır. Qəzetimizin redaktoru. Uzun illər əməkdaşlıq edibdir. Bizə, qəzetimizə dəstək olubdur. Və sizin alqışlarınızla bura baba dərələrini dəvət edirəm. Beni biraz Mehdi müəllim heyecanlandırdın. Onsuz da heyecanlıyım. Akşamınız xeyir olsun. Əziz elim, obam, analarım, bacılarım, qardaşlarım. Hamınızı salamlayıram. Mən də hamı kimi bu gözəl günü təbrik edirəm. Hamı kimi mən də Dərələzdə olmaqla fəxr edirəm, qürur duyuram. Və Ragı müəllimə bu gözəl işimdə davam arzulayıram. Gün o gün olsun ki, Dərələzdə bu qəzeti qeyd edəyək inşallah. Və çox danışır, sizləri yormuyor və bugün burada bir-birinin gözəl insanlar görürəm. Ragı müəllim bir daha səni təbrik edirəm və Əziz müəllimi burada görürəm. Əziz müəllimin simasında bütün ziyalılarımızı salamlayıram, öpürəm, bağırma basıram. Və istəsəniz oxuyarım istər. Oynamaq. Doyanda mən də həkəmin oxuyum, dalınca çünki istəyirlər. İnşallah mən oxuyum, müəllimə xüsusi dəvət edəcəm. Yüzün oldun birin verdin, yolda koydun sen gözlerin. Ana babadan ayrıldı, ata yollarda yoruldu. İçimde derdim kavurdu, neden aldattın bizleri?
neçə illərdən sonra Məhəmməd müəllimə tanış oldum. Çox gözəl bir insan, naib bir insan. Çox sağ olsun, güzel müəllimə dəstək olun. Məhəmməd müəllimə Dərəl Əzdə verilmiş, əsmələ tanış. Allah var, benim de bize koşuldu, ben el azdesin kaldım. Çok sağ olun. Allah'ın sağ olun. Ben de el azdesin koşuldu. Burası kadar bir şey. Çok sağ olun. Bir tuş. Kesin güzel bir tuş. Buna da izah vermiyorlar. Bana sesim var. Düşman elinde sen gelebilir. Akan gözyaşını yayıp bana silebilirem. Öldürür dertler yölebilirem. Öldürür dertler yölebilirem. Aylarım olupdur ildeleyes. Sensiz var olupdur dildeleyes. Sensiz kışa dönüp bahar yazım. Sensiz kışa dönüp bahar yazım. Susukur çanarım diller tutarım. Hasene, hasene bu derdi derece yazım. Giderken oldur derler.
gelir yüreğimde yalan verir. Uçurdular meşinleri dikildi kara kimseler. O dağların bağrı yüksek yaradı yalan kimseler. Torpan diye lale bağım kaldı ki İran'da han kalmadı, İran'da ne kaldı ki? Göçer Zengazulu uçup gitti, selam düştü yerine. İkinleri baktan düştü, biri kaldı yerine. Geldim kartallar yurduna, karga kuzullar doldu ki İran'da han kalmadı, İran'da ne kaldı ki? Aman, İran'da han kalmadı, İran'dan han kalmadı. Ay kızım kaldı, gözüm sen
məclisdə mənim də qəlbimdən keçən sözləri demək istəyirəm. Bura dəvət edildiyiniz üçün. Bugün bizim hər birimiz üçün, hər bir Azərbaycanlı üçün gözəl mehmanı bunlardan dəvət alıb sərf edildikdən bu qəzetimizin yubiley gününə gəlmişəm. İlk öncə demək istəyirəm ki, olub, Bayışqanlar hamı qeyd elədi. Bunun yaranmasında, bugünkü günə qədər gəlib çıxmasında, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayanlara Allah can sağlığı versin. İnşallah bundan sonra da sizlərin və inşallah qəzetimizin gələn yubileylərində gün olar, bizim övladlarımız, nəvələrimiz onun 50 illik, 100 illik yubileyini vətənimizdə qeyd edərik. İlk öncə mən bura həm Dərəl Əzmin qəzetinin yubileyinə gəlmişəm, gözəl insanları doğum çıxartdı. Bir daha sizləri təbrik edirəm. Mən Peterburqdan yazdığım bir şeiri Metin adında onu səsləndirib saza vermişdim. Aşklar tarixə yaza vermişdim. Bağışla sən məni, bağışla vətən. Özüm olmayım oradadır, bağışla sən məni, bağışla vətən. Bu qədər ayrılıq heç olmamışdı. Səbrimiz tükənib heç olmamışdı. Müslüm səndən ayrı heç qalmamışdı. Bağışla sən məni, bağışla vətən. Yenə atılır. Gözəl günümüz mübarək olsun. Allah nəsib eləsin inşallah. Mən əminəm ki, biz o Dərəl torpaqlarına, Qərbi Azərbaycana sənsiz olmamışam bir an ey vətən. Mən sənin sinəndə məskən salmışam. Əmoğludur biraz qalxsan yuxarı, seyr et gözəlliyi söz Dərələyər. Solunda çilərkən məğrur dayanıb, ağ kənddə, sallı da erkən oyanıb. Hoş kəndi əvvəllər qana boyanıb, çək bu dərdi qəmi döl Dərələyər. Qoytunun körpüsü yol ayrıcıdır, Həsən kənd Erdəpin bir cüt bacıdır. Dağılmış kəndlərin dərdi acıdır, bu dərdi bir təhər köl Dərələyər. Təkə donduramdan günəş nur saçar, Ələyəzdə çiçək açar, gül açar. Qovuşuqda körpələr tez gül açar, dəyməsin bu elə göl Dərələyər. Qalasel dağda ərşə dayanıb, Qızıl güldə hər yan ətrə boyanıb, Nərgiz bənövşələr erkən oyanıb, Qoxla çiçəklərdən üz Dərələyər. Səfoların isti suyu səfası, Her kötanlıdır türkün yuvası, Zeytədə, Köyüşbəkdə izim qalası, Dolan bu yerləri gəz Dərələyər. Çaykənd bağçaları, Axta bağları, Gömurun, Qəbutun uca dağları, Gülün, Gülüstanın buz bulaqları, Danış bu ellərdən söz Dərələyər. Qurtquların ətirlidir gülləri, Tərpin, terpin, bal kimidir dilləri, Köçüb getdi, köç eylədi elləri, Geri dönəcək söz Dərələyər. Nəbilərdən görünür qabaqlı kəndi, Gədik fəngin üstü dumandır, çəndir, Taxtalar həsoqyal biz dağı dərdi, Yandırır içimi köz Dərələyər. Gülü düz bürünüb çiçəyə gülə, Qara qaya susub dinməyir hələ, Məhəmməd bağlıdır bu doğma elə, Dərdinə bir arac çöz Dərələyər. Məhəmməd Rəsuloğlu, Dərəl Mahalı Keşkənd rayon icma sədrinin müavini. Hörmətli Əziz müəllim, hörmətli Rarif müəllim, hörmətli tədbir iştirakçıları, əziz Dərələyəzlilər, mən sizi ilk növbədə Dərəl Mahalı Keşkənd icmasının sədri Profesör Mariya xanımın adından salamlayıram. Öz adından salamlayıram. Nə yaxşı ki, bugün burada bizim doğma qəzetimiz olan Dərəl qəzetinin
15 illik yubileyi münasibətilə yığışmışıq və burada o qədər doğuma yaxın insanlar görür ki, adamın ürəyi açılır. İnşallah mən əminəm ki, çox da uzaq olmayan bir vaxtda biz doğma Dərəl əzimizdə görüşəcəyik, doğma Dərəl əzimizdə bir araya gələcəyik. Bizim Dərəl əzimizin adını daşıyan Dərəl Əziz qəzeti 15 ildir ki, Respublikada yayımlanır, insanlar arasında bir nəşr kimi və insanlar bu qəzetin olduğu ilə, bu qəzetin adı ilə belə Dərəl Əziz mahalını həmişə yadda saxlayırlar, həmişə yadımızdadır, qəlbimizdədir. Hörmətli tədbir iştirakçıları, mən sizin hamınıza təşəkkür edirəm. Bu qəzetin işıq üzü görməsində rəhmətli Həsən müəllimin, Zeynal müəllimin, Alim müəllimin, Raqub müəllimin, yəni bizdən əvvəl olan insanların çox böyük əməkləri var. Biz onları bilirik, onları qiymətləndirdik və onların əməyi nəticəsində bu qəzet 15 il müddətində davam gətirib, dözüb, müxtəlif maliyyət çatışmamazlıqlarına, çətinliyinə baxmayaraq bu qəzet ayaq üstə durub və bu gün də nəşr olunur. Buna görə qəzetin çıxmasında iştirak edən insanlara, redaksiya heyətinə, qəzetin kollektivinə dərin təşəkkürümü bildirirəm. İnşallah mən əminəm ki, bu qəzetimiz mütləq Qərbi Azərbaycanın Dərəl Əziz mahalında da nəşr olunacaq. İnşallah. Bir daha hamınıza təşəkkür edirəm, minnətdaram. Allah sizləri qorusun, Allah bizləri qorusun ki, biz hamımız əl-ələ verərək dövlətimizin başçısı, möhtərəm prezidentimizin dediyi kimi öz maşınlarımızla doğma Dərəl Əzimizə gedəcəyik. O yerləri, o əsrarəngiz gözəllikləri bir daha seyr edə biləcəyik inşallah. Təşəkkür edirəm hər birinizə. Sağ olun.